Bugünkü dərsimiz olacaq kvadrat köklər, yəni kökaltı ifadələr və n-ci dərəcədən kök. Məsələn, tutaq ki, b üstü n bərabərdir a verilib bizdə. Tutaq ki, buradan tapmaq istəyirik b-ni. B-ni tapmaq üçün a-nı üstündəki qüvvət n olduğuna görə n-ci dərəcədən kökə salmalıyıq. Tutaq ki, məsələn, kök altda 25 bərabərdir. Əgər kökün üstündə dərəcə yoxdursa, bu onun 2 olduğunu göstərir. Yəni, nəyin kvadratı 25 edir? 5-in. Kökün altında əgər dərəcə cütdürsə və ya dərəcə yoxdursa, yəni bu 2 deməkdir, yenə də cütdürsə, kökün altında heç vaxt mənfi ola bilməz. Bu zaman ifadənin heç vaxt mənası olmur. Amma kökün dərəcəsi təkdirsə, məsələn, kök altda 3-cü dərəcədən mənfi 27. Kökün altında mənfi ola bilər. Yəni, nəyin kubu 27-dir? 3-ün. Mənfi olduğuna görə cavab mənfi 3 edir. İki ayrı-ayrı kökdə, məsələn, tutaq ki, kök altda A vurulsun kök altda B. Əgər bunların dərəcələri eynidirsə və aralarında vurma, həmçinin bunların arasında bölmə varsa, bunların ikisini bir kökün altına salmaq olar. Yəni, kök altda A vurulsun B və kök altda A bölünsün B yaza bilərəm. Amma ayrı-ayrı köklərin üstə gəlməsi, yəni cəmini və fərqini çıxılmasını bir kökün altına salmaq olmaz. Ayrıca hesablamaq lazımdır. Məsələn, tutaq ki, bizə verilib ki, A 3-cü dərəcədən, bir də kök altda B verilib. Yəni, dərəcəsi yoxdur deyə bu 2 deməkdir. Biri 3-cü, biri 2-ci dərəcədən olduğuna görə bunları eyni kökün altına salmaq olmur. Əvvəlcə bunları eyni dərəcəyə gətirmək lazımdır. 3 ilə 2-yə ortaq dərəcə 6 olacaq. 3-ü 2-yə vuranda 6 eləyir. Ona görə A-nın üstündəki 1-i də 2-yə vururuq, A üstü 2 olur. Vurulsun kök altda 6-cı dərəcədən 2-ni 3-ə vuranda 6 eləyir. B-nin də üstündə 1 var deyə 3-ə vururuq, olur B üstü 3. İndi bunları eyni kökün altına 6-cı dərəcədən salsam, A kvadratı vurulsun B-nin kubu olacaq. İndi kökdən çıxartmanın rahat yolunu başa salım sizə. Məsələn, tutaq ki, kök altda 5-ci dərəcədən A üstü 27 verilib. Bunu kökdən necə çıxartırlar? 27-ni bölürük 5-ə. Eləyir neçə dəfə? 5 dəfə. Qalır 2. Yəni, 5 dənə tam A-dan çıxacaq çölə. Yəni, A üstü 5. Kök altda 5-ci dərəcədən A-nın üstündə qalır. 2 kimi içəridə qalacaq. İndi baxaq ifadələrin irrasionallıqdan azad olunmasına. Məsələn, 2 bölünsün kök altda 5 çıx 1. İndi diqqətlə baxırsınız. İrrasionallıqdan azad eləmə nə deməkdir? Əgər kəsirin məxrəcində irrasional ədəd varsa, yəni kökdən çıxmayan bir ədəd varsa, bunu azad eləmək üçün həm surəti, həm də məxrəci məxrəcdəkinin qoşmasına vururuq. Qoşma nə deməkdir? Yəni çıxmadırsa üstəgələ, üstəgəldirsə çıxmaya vururuq. Əgər çıxma və üstəgəl yoxdursa, birbaş özünə vuracağıq. İndi bizdə çıxma olduğuna görə bunun qoşması üstəgəl olacaq. Həm yuxarını, həm aşağını üstəgələ vururuq. Demək, baxırıq. Həmişə belə olan ifadələrdə irrasionallıqdan azad eləyəndə aşağıda biri çıxma, biri üstə gəlmə olduğuna görə kvadrat düsturu yaranır. Yəni, kök altda 5-in kvadratı çıx 1-in kvadratı. Yuxarıda isə 2 vurulsun, kök altda 5 plus 1 olduğu kimi qalır. Bərabərdir. 2 vurulsun, yenə kök altda 5 plus 1-i saxlayıram. Kök altda 5-in kvadratı. Demək, kökün ən vacib xüsusiyyətlərindən də biri budur ki, kvadrat hər zaman kökü islah edir. Qalır burada 5. Çıx, 1-in də kvadratı elə 1 edir. 5-dən 1 çıxanda 4. 4 də bu 2 ilə islah olur deyə aşağıda 2, yuxarıda kök altda 5 plus 1 qalır. İndi tutaq ki, bu üstəgəl olsaydı onu da çıxmaya vuracaqdıq. Tutaq ki, indi üstəgəlmə çıxma deyil. Məsələn, 5 bölünsün kök altda 15-dir. Bu zaman nə edirik? Həm yuxarını, həm aşağını kök altda 15-in elə özünə vururuq. Yuxarıda 5 vur kök altda 15 olduğu kimi qalır. Aşağıda kök altda 15-i 15-ə vuranda kvadrat yarandığı üçün həmin kvadrat kökü aparır, 15-in özü qalır. Və bu 15, 5 ilə ixtisar olunduğuna görə yuxarıda kök altda 15, aşağıda isə 3 qalır. İndi tutaq ki, bizə belə bir ifadə verib, x kiçikdir 0-dan, y böyükdür 0-dan, kök altda 36, x üstü 26, y üstü 12. Bunu necə kökdən azad eləməliyik? 36-dan kök 6 çıxır. X üstü 26-dan kök çıxartanda nə edirik? Hərfin üstündən kök almaq üçün onu dərəcəyə bölürlər. Bu da dərəcə yoxdursa, demək bu 2 deməkdir. 26-nı 2-yə böləndə eləyir x üstü 13. 12-ni də 2-yə böləndə eləyir y üstü 6.
Y-in işarəsi müsbətdir və heç bir təsiri yoxdur. Amma X-in işarəsinə baxıram ki, mənfidir. Əgər hərfdən kök çıxartanda həmin hərf mənfidirsə və üstü də təkdirsə, onda mənfi qabağa gəlir. Əgər hərf mənfidirsə və üstü cüt olsaydı, yəni o mənfinin heç bir təsiri olmayacaqdı. Cavab elə müsbət kimi qalacaqdı. Kökün digər vacib xüsusiyyətlərindən birini izah edeyim sizə. Məsələn, kök altda 15 çıx 4-ün kvadratı verilib, deyir bunun cavabını hesabla. Düzdür, kvadrat köklə islah olur. Kök altda 15 çıx 4 qalmalıdır cavab. Amma modulla kvadrat kökün ən vacib xüsusiyyəti var ki, üst-üstə düşür. Böyük gələn ifadə həmişə öndə olmalıdır. 4-ü kökün altına salanda 16 elədiyinə görə bunların yeri dəyişir. 4 çıxılsın, kök altda 15-in kvadratı olur kök altda. Və bu kvadrat kökü apardığına görə cavab 4 çıx, kök altda 15 qalır. İndi köklərin, dərəcələrin yazılma qaydalarını başa salıram sizə. Məsələn, kök altda 6. Bayaq dedik ki, dərəcə yoxdursa bu 2 deməkdir. Və yadımızda saxlayırıq. Bu 2 deməkdir. Gəlin özümüzdən bu 2-ni buraya yazaq, görünməz 2-ni. A-nın da üstündə heç nə yoxdur deyə bu 1 deməkdir. Hər zaman yadınızda saxlamalı olacağınız odur ki, bax bu hissə bizdə məxrəci göstərir. Bu hissə isə bizdə surəti göstərir. Yəni bunu çevirəndə A üstü 2-də 1 kimi çevirirlər. Tutaq ki, bizdə belə bir şey verib. 3-cü dərəcədən 8. Demək, bu necə yazılır? Kök altda 3-cü dərəcədən 8-i necə yazarıq? 2-nin kubu. Bu da eləyər 2 üstü 3-də 3. 3-lər islah gedər, qalar 2 üstü 1. O da eləyər 2. Yəni, həqiqətən də 2-nin kubu 8 eləyir. İndi köklərə aid bəzi pik nöqtələr öyrədəcəm sizə. Tutaq ki, kökün altında belə bir misal verilib. Kök altda 6, vurulsun kök altda 6, vurulsun kök altda 6, nöqtələr və s. Bu misalın cavabı elə eyni köklərin hasilləri təkrarlandığına görə həmin ədədin özüdür. Məsələn, tutaq ki, kök altda belə bir şey verilib. 4-cü dərəcədən 6, kök altda 4-cü dərəcədən 6, yenə 4-cü dərəcədən 6 və s. Bu səfərlər ki, dərəcə 4-cü dərəcədən olmaqla 6 təkrarlanıb. Yenə cavab 6-dır, amma dərəcəsi 4-dürsə, bunu bir dənə azaldıb 3 yazırıq. Burada da əslində dərəcəsini bir dənə azaltdıq, yəni eyni haldır. Burada demişdik ki, kökün dərəcəsi olmayanda 2-dir, düzdür, bir dənə azaldanda 1 eləyir deyə daha 1 yazılmır. İndi tutaq ki, belə bir misal verilib bizə. Kök altda 56, üstə gəl kök altda 56, üstə gəl kök altda 56 və s. və s. və s. Yadınızda saxlayırsınız. Eyni köklərin cəmi və fərqi veriləndə bu ədədə əvvəlcə 2 ardıcıl ədədin hasili kimi göstərmək lazımdır. Yəni 56-nı necə yazaram? 8 vur 7 kimi. Yəni ardıcıl ədədlər kimi. Əgər aralarında üstəgəl olsa cavab böyük ədəd olur, yəni 8. Əgər aralarında çıxma olsa cavab kiçik olur, yəni 7. İndi bir başqa misala baxaq. Tutaq ki, bizə belə bir şey verib. 3 çıx 2 kök altda 2. Deyir, bu misalı kökdən azad elə, yəni həll elə. Yadınızda saxlayırsınız. Əgər kökün altında, içəridəki kökün qarşısında 2 varsa, onda nə edirsiniz? Bu ifadə ilə bu ifadəyə fikir verməlisiniz. Bax, bu mütləq 2 olmalıdır. 2 olmasa aid deyil, 2-yə gətirməlisiniz. Nə edirsiniz? Vuranda 2, toplayanda 3 eləyən ədəd. 2 ilə 1-dir. 2 ilə 1-dir. 2-ni 1-ə vuranda 2, 2-nin üstünə 1 gələndə 3. Əgər arada çıxma varsa, cavab kök altda 2 çıx kök altda 1 olacaq. Əgər arada üstə gəl olsaydı, cavab kök altda 2 plus kök altda 1 olacaqdı. Məsələn, tutaq ki, burada 2 yoxdur. Belə verilib. 3 çıx kök altda 8 verilib. Siz bunu 2-yə necə gətirərsiniz? Kök altda 3-ü saxlayarsınız. Kök altda 8-i 2 vur 4 kimi yazaram. Bərabərdir. 3 yerində qalır. Bu 4-dən 2 çıxır çölə, digər 2 qalır içəridə. Vuranda 2, toplayanda 3 eləyən ədəd kök altda 2 ilə kök altda 1-dir. Həmişə qarşıda gələn böyük olmalıdır.